Fransa Ermənistanın xarici siyasi mətbəxini hazırlayır. Bəli, orada pişirib verir ki, sən bu cür istifadə edəcəksən, bu cür yeyəcəksən. Amma Ermənistan tərəfi təbii ki, məcburdur, mən buna düşünürəm ki, çünki Azərbaycanla münasibətləri bərpa edə bilməyib, Rusiya ilə münasibətlər 50-50 edə bilinmir və üst tutur Fransadakı erməni lobbisi diasporasının güclü olduğu bir yerdir və ona ümid bağlayır. O da hələ ümid bağlaya gedir. Yəni Fransa o gücdə deyil ki, o resursa malik deyil ki, Ermənistan tam arxasında dursun. Bəs rəsmi Bakının məntiqi əsaslı verdiyi ideyalar nə üçün beynəlxalq arenada tam dəstəklənmir? Bizim rəsmi Bakının, bəli. Çünki Azərbaycana qarşı qüvvələr çox daxil. Yəni Avropa İttifaqı daxilində olan bəzi dövlətlər və şəxslər var ki, Azərbaycanın yüksəlməsini istəmir və Azərbaycan tərəfinin də yüksəlməsi Cənubi Qafqazda bunlar üçün belə hesab edirlər ki, təhlükələr yarada bilər. Yəni Azərbaycanın çox güclənməsi bunların maraqlarına uyğun deyil. Uyğun deyil. Bəli.